Sultaniye Böyük Günbəzi İlhanlı memarlığının şaheseri ve dünyanın en büyük kerpiç günbəzlerinden biri. Sultaniye Günbəzi Olcaytu Türbəsi veya Sultan Məhəmməd Xudabəndə Məscid Türbəsi kimi de tanınır. Zəncan şəhərindən 35 km cənub-şərqdə Sultaniye düzənliyində yerləşir. Bu abidə Florensia'daki Santa Maria del Fiore ve İstanbul'daki Ayasofya'dan sonra dünyanın 3. en büyük kerpiç günbəzi, İran'ın ise en büyük tarihi günbəzidir. Günbəz 1302-1313 illerde 8. İlhanlı hökmdarı Olcaytu Sultan Məhəmməd Xudabəndə tarafından inşa ettirilmiş. 2005. yılda ise Zəncan vilayetinden UNESCO'nun Dünya İrs Siyahısına dahil edilen ilk abide olmuştur. Tarihi arka plan ve tikilme sebebi. Olcaytu əvvəlcə məskeri Hristiyan idi, sonra Əhmədi oldu, bir müddət Şiəli qəbul etdi və nihayət təxminən 1309-cu ildə 12 ildən Şiəliyə keçdi. Həmdullah Müstəqil tarixi düzgün və digər tarixi mənbələrə görə o, əvvəlcə İmam Ali və İmam Hüseynin cəsədlərini Irakdan Sultaniyeyə gətirib böyük bir turda tutmaq istəyirdi. Lakin alimlərin etirazı və logistika çətinlikləri səbəbindən bu fikirdən daşındı və tikini öz turbasına çevirdi. Buna göre de Sultaniye Günbəzi aslında məscid, xanigah və türbə funksiyalarını özündə birləşdirən bir saray kompleksi kimi layihələndirilmişdir. 2. min 302-ci ildə başlanılmış, 1313-cü ildə Olcaytunun sağlığında tamamlanmışdır. Əsas mimarlar Seyid Əli Şah və Əlaəddin Təbrizi qardaşları idi. Lakin kitabələrdə məşhur İlhanlı vəziri Hacı Rəşid Əbdül Fəzlullah Həmədaninin də layihə rəhbəri və nəzarətçi kimi adı edilir. Mimarlıq və texniki xüsusiyyətləri. Günbəzin yüksəkliyindən türbəsinə qədər hündürlüyü təxminən 60 m, daxili hündürlüyü isə 51,5 m, daxili diametri 25,6 m, divar qalınlığı isə aşağı hissəli 5 m, 2 qatlı davamlı günbəzdir. Daxili qat daha nazik, xarici qat daha hündürlüdür. İmperial miqyasında ilk dəfə böyük ölçüdə burada tətbiq edilmiş və sonradan yaranmış məscid, Şeyh Əhməd Cami günbəzinin və Rənesansı günbəzinə də təsir edilmişdir. Günbəzin çəkisi 2000 tondan çoxdur, lakin 8 tip böyük qayaqdan mürəkkəb təzyiq paylama sistemi sayəsində ilk bərabər bölüşdürülür. 8 eyvan və 8 minarəsi var, 8 düşəlik, 8 cənnət tutanı sonraki səfərin mimarlığını, xüsusilə Şeyh Hüseyin və Şah məscidlərinə öncül olmuşdur.